3000 büdcə ilə başladığımız evin 6-cı hissəsini gedirəm çəkməyə. Qalxım hazırlaşım. Çox qəşəng, maraqlı video gəlir. Axıra kimi baxmağınızı istəyirəm. Burada da çay. Daha nədir? Çaysız iş var. İş gördün, çay verim. Görəcəm də biz səhər zavtır kübəyinə. Salam, sabahınız xeyir olsun. Bilmirəm bu videoya sabah baxırsınız, axşam baxırsınız. Mən sabah çəkirəm bu videonu. Gedirik evdə usta işləyir, Rəşadət usta. Gedirik Rəşadət ustanı biraz əsəbləşdirməyə. Necədir? Çayla trening. Bundan Çay və yaxşı. trening. Bundan yaxşı abi. Uzun müddətdir video çəkmirəm. Yəqin ki, səbəbini bilirsiniz. Qaynatam rəhmətə gedib, ona görə çəkmirdim. Video başımız qarışıq idi. Allah heç kimə göstərməsin. Allah dünyasını dəyişən bütün valideynlərə rəhmət eləsin. Qalanlara can sağlığı versin. Allah heç kəsə yaşatmasın bizim yaşadığımızı. Uzun müddətdir çəkmirəm ev haqqında vlog. Evin indi hansı vəziyyətdə olduğunu soruşursunuz hamınız. Yorumlarda da soruşursunuz, yayınlarda da soruşursunuz. İndi istədim bir dənə ümumi video çəkəm. Sizin üçün paylaşam, baxarsınız. Yollarımız ötən videolarda görmüşdünüz. Çox bərbad haldaydı. İndi şükür yağış yağsa da baxın o tərəf palçıqdır. Yağış yağsa da bizim küçəmiz çox qəşəng olub. İnşallah asfalt da olar. Demişlər bir iki günə düzəldəcəyik. Nəhayət ki düzəltdilər. Yəni ayaqlarımız təmiz gedirik. Şimdi gedirəm Rəşadəti əsəbləşdirməyə. Aysa. Ya abi vardı abi. Dədə Rəşadət. Rəşadət, nə tərsən? Rəşadət, hə? Bir dənə preni almışam. Preni almışam. Qəşəng isti çay indi qaynadacam içək. Yaxşıdır? Merhaba. Hə, sizə nə olacaq? Bizim əsəbləşmədi. İstədim əsəbləşdirəm, əsəbləşmədi. Vay, müstəş. Niye yapmadın? Dostlar, bir dənə dünən gəlməmişəm mən bura. Dünən gəlməmişəm. Baxın, indi görün ev nə haldadır. Çəkirəm, sonra yığışdırıb yenə çəkəcəm. Evin nə halda olduğunu dediyinə. Aha. Bax da dedim, qazı çəkmişik. Onu da denə. Sonra. Mətbəxin içində gazetkaları qoymuşuq. Bunlar demişsən. Elə zibili gözümüzə soxursan. Zibilləməyin də. Hayır, Nə olsun iş çəkirsiniz, təmiz iş görün. Beni sinirləndirməyin. Yaxşı zarafat eləm, əliniz qolunuz var olsun. Amma ki, bu işlər də mənlik idi də, neyniyim. Amma da belə də yox da. Baxın da, baxın. Bu ayran kutusu burada nə gəzir? Ayran kutusu da gəl keçir, durvaya rez batsın. Yağı hardan almışdınız? Yazıq şeydə deyir, təndirxanadan ki, bizə bu burada gəldi. Hə, uşaqlar, baxın. Yaşlar sağ olsun, yeməyimiz də qızdır. Görün, evə baxın. Görün, şunurları qırıb töküblər. Tefalı nəyə qoydun qaynamağa? Tefalı. Evin ortasında tefalı qoydum. Baxın evin halına, baxın. İndi pəncərə falan hələ təmizlik işləri görüləcək. Tam iş bitəndən sonra o heç. Baxın. Pəncərə falan silinəcək, amma buraların gününə baxın. Stol üstü. Bu arada təzə stolumuz necədir uşaqlar? Şeydən almışıq, ən bahalı Perladan, Madeiradan, hardan? İsomebel'den. İsomebel'den. Seçin o otaqları da göstərim. Bu da Cavidin fəhlə paltarıdır. Baxın. Baxın yerin gününə. Baxın da baxın. Görün buralar nə haldadır. Benim şey kimi, koftam burada koymuşam, şalvarı burada. Hə, koftan burada soyunub batıb, uzanıb kofta bura. Baxın. İlahi. İndi mənim də paltarım o pəncərənin ağzındadır, fəhlə paltarım. Buraları qəşəng yığışdıracam, sonra yenə çəkəm. Baxın. Bura nə haldadır. Vay, vay, vay. Bura baxın hələ, bura baxın. Bura da zirzibil tök. Bura nə ətər tökdünüz bu zirzibili? Bu diyor, beli Ay geçirdim. Allah. Bir dənə təmiz yer buraydı, buranı da bulaşdırdılar. Bak. Bu şovların hamısı. Hə.
Belə edirsən açılır. Oranı təzə açmısınız? Bənətər, Ha, tamam. bu gələcək restora. Bura Vanikin yeridir. Hə? Moydadıran yeri. Bura tuş. Bura Moyda da sözün unitaz. tərcüməsi nədir? Moy, mənim davarım. Burada suşkan yeridir. Bu düzgünündür. Senin yerin neresi? Ha, bu düzgünündür. Mənim yerim bu burası. Xəstə, əlində telefon. Ora bir dənə tok çəkdir. Всё, bu qədər. İndi çətim yığışdırım, sonra son İşte halını da çay çəkəcəm. Burada da çay. Daha nədir? Çaysız iş var. İş gördün, çay verim. Görəcəm də bir səhər zaftır ki verginə. İndi təmizlədim. Güya da indi təmizləyə biləcəyim qədər, təmizlənəcək qədər təmizlədim. Baxın. Bax. Bax, giriş görmüşdünüz də koridor nə haldaydı. Şəftlərimə baxın, əsl usta şəfti. Bu da fəhlə paltarım. Mətbəxi. Ora nə haldaydı? Yəqin videoya baxsaz görəsiniz, ora nə haldaydı. Oralar nə haldaydı. Bunların hamısının ağzı açıqdır, bilmirəm hamısı. Nədirlərsə hamısının ağzı açıqdır. Bunlar belə yığışdırdıq. Bu qonaq otağında yığışdırdım. Buranı da görmüşdünüz, yəqin halını nə haldaydı. Bu da Cavid. Bu da çaylarımızı süzmüşəm, soysun, içəcəyik bax. Gəlin qonaq olun. Bura bir otağı yığışdırdım. Baxın. Belə. Tam süpürməmişəm, çünki divarlar yonulacaq. Yenə o ağ hər yerə töküləcək deyə. Hələ tam süpürməmişəm, amma gördüyünüz kimi bütün zibillər təmizlənib. İndi göstərəcəm zibilləri də sizə. Burada da pəncərələri açmışam. Evin havasını dəyişirəm. Burada da bütün zibilləri təmizlədim, süpürdüm. Bura belə. Burada da görmüşdünüz. Yəqin hamamda da bura deşib, ora torpaq, qum, daş tökmüşdülər. Oranı da təmizlədim. Hamısını tək elədim. Burada koridor. İndi bax, burada evdən çıxartdığım torpaq, daş, qumdur bu. Bu da zirzibillərdir. Görün nə qədər zirzibil və daş, qum çıxıb bu evdən. Cəmi bu işlərin hamısını uzağı bir sahada elədim. Bir sahada yığışdırdım. Evimizin də son halı budur dostlar. Hələ paduqalar vurulmayıb. Plintuslar yoxdur, aboy yoxdur. Gülü, şunkaların hamısı düzgün. Şkunka nədir? Şunkaların divarı verilirlər. Yox, var, Sokların saxlamışam. hamısını düzgün. Var, saxlamışam. Yox, sokları deyirəm. O bir evdə saxlamışam da stolun üstə. Durma. Sorsam ki onları deyirəm. Mən də deyirəm də saxlamışam. Divarın hələ ya emulsiya ya aboy qalıb. Bir dənə evdə olan vurulacaq bu. Nədir bu? Paduqalar qalıb. Başqa heç nəyimiz hələ yoxdur. Son materialımız paduqadır. Heç nə deyirəm. O paduqa sözünü sağlı gələm. Plintusumuz yoxdur hələ. Yəqin ki plintus ən sonunda. Qapılarımız yoxdur. Çünki qapıları hələ ala bilmirik. Qapılar çox bahadır. Yaxşısını almaq üçün biraz gözləmək lazımdır. Hə, bir də qapının üstü. Bura nəsə pəncərə olmalıdır, olmayıb hələ. Belə. Gördüyünüz kimi. Bütün otaqların qapısı yoxdur. Qalan işlər, bütün otaqların qapısı yoxdur. Aboy və yaxud da emulsiya vurulmalıdır, o yoxdur. Plintus yoxdur. Ora pəncərə qoyulmalıdır, o yoxdur. Kafel yoxdur. İndi istipul çəkilməlidir. Belə. Bir çox işlərimiz qalıb. Allahın izni ilə Allah köməyimiz olsun. Allah bütün evsizlərə ev qismət eləsin. Bizim kimi çətinliklə ev tikənlərə də bol ruzi qismət eləsin. Bu işləri görək, bitirək. Bu işlərdə bizə kömək göstərən Rəşadət ustaya başlar. Rəşadət ustaya təşəkkür edirik. Suraj ustaya təşəkkür edirik. Səhifələrini bura etiketləyəcəm.
Əgər sizə də usta lazımdırsa, işinin peşəkarı nömrə 1, güvənib etibar etmək istədiyiniz usta istəyirsinizsə, həm də insani keyfiyyətləri olan bir usta istəyirsinizsə, səhifələrini etiketləyirirəm. Bu ustalara mütləq müraciət edin. Rəşadət usta və Suraj usta. O yəqin ki, o ustalar sırasına bir-iki nəfər də əlavə edəcəm. Adlarını bilmədiyim insanlar da var, bizə kömək eləyiblər. Onları da əlavə edəcəm. Mütləq onlara müraciət edin. Mən elə fəhlə paltarıyla sizə video çəkirəm. Allah bütün evsizlərə ev qismət eləsin. Bizim kimi əziyyətlə, zəhmətlə iş görənlərə də Allah bol ruzi nəsib eləsin ki, biz də yerdə qalan işlərimizi görüb bitirə bilək. Yəni məni ev tikənlər başa düşər, çox çətindir həqiqətən. Allah yardımcımız olsun. Sağ olun izlədiyiniz üçün, dəstək olduğunuz üçün. Hər birinizə təşəkkür edirəm.